Çoban iti ve canavar. Dağdakı qoyun sürülərinin birinə ac canavar dadanmışdı. Çoban əlindən gələni etsə də bu canavarın öhdəsindən gələ bilmirdi. Axırda əlacsız qalıb çoban iti saxlamaq qərarına gəldi. Həqiqətən də çoban iti canavara müqavimət göstərirdi. Amma qoyunların sayı çox olduğundan canavar çoban itinin gözündən yayınıb, gah bu yandan, gah o yandan sürüyə yaxınlaşaraq hər dəfə bir qoyun oğurlayırdı. Qurdun belə oyunları itin canını boğazına yığmışdı. Nə yata bilirdi, nə də dincəlirdi. Sahibinin yanında üzü qara olmaq istəmirdi. Nəhayət bir gün it tab gətirməyib canavarın yanına gedərək dedi: Canavar qardaş, mən səni çox gözəl başa düşürəm. Qarnın acır və sənə yemək verən sahibin olmadığından özünə yemək tapmaq məcburiyyətindəsən. Ancaq bu sənə heç yaraşırmı? Qoca canavarsan, özündən balacalarla oynayırsan. Onlara tələ qurursan, tələyə düşəni də qapıb qaçırsan. Halbuki sənin kimi güclü, qüvvətli bir heyvan özü kimi böyüklərlə mübarizədə gücünü sınamalıdır. Aslanla, pələnglə savaşmalıdır. Sən günahsız qoyunları və körpə quzuları yox, vəhşi öküzləri, zebirləri ovlamalısan. Mənim əziz dostum, deyə canavar sözə başladı. biz səninlə uzaqdan qohum sayılırıq. Lakin dünyalarımız fərqlidir. Sən özündən güclü birinin xidmətindəsən və dünyaya onun gözü ilə baxırsan. Mən isə sərbəst yaşayıram. Yaşamaq üçün qarşıma çıxan bütün fürsətlərdən istifadə edirəm. Ovumu tutanda ayrı seçkilik salmıram. Hansı asan başa gəlirsə, onu da ovlayıram. Ancaq belə yaşaya bilirəm. Mənim dostum, düşmənim bəllidir. Qoyunlar onların düşməni olduğumu bilirlər. Amma gör sənin sahibin nə edir? Özünü onların dostu kimi qələmə verir. Onları qoruyur. Hətta sənin kimi ağılsız qohumlarımı yanında işlədir. Ancaq səndən soruşuram. Nə üçün? Ürəyi istəyəndə həmin qoyunları kəsib yeyə bilmək üçün. Ya da başqaları kəsib yesin deyə onlara satır. İndi görürsənmi? İndi hansımız daha vicdanlıyıq? Mən acanda gizlənmədən gedib qoyunlardan birini ovlayıb yeyirəm. Sənin sahibin isə qoyunları kəsib yeyir ya da ətini satır. Buna görə də mən haqlıyam. Məlum düşmən dost kimi görünən gizli düşməndən daha xeyirlidir. Bu sözləri eşidəndən sonra çoban iti çaşbaş qaldı. Doğrudan da canavar özünə görə haqlı idi. Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın. Beləliklə qəhrəmanımız ördək səhər o başdan bağçanı gəzmək üçün yola çıxdı. Çox tənha idi. Qardaş bacısı, dostu yox idi. Tək başına bağçada gəzəndə armud ağacının altında pişiklə qarşılaşdı. Sabahın xeyir pişik. Sən də təksən? Sabahın xeyir ördək. Bəli, mən də tənhayam. Lakin bunu anlamaq elə də çətin deyil. Çünki pişiklər ümumiyyətlə tənha olurlar. Amma indiyənə qədər mən heç tək ördəyə rast gəlməmişdim. Elədir, mən tənha ördəyəm. Tənhalığı sevmirəm. Amma heç dostum yoxdur.
Mənim dostum olarsan? Böyük məmnuniyyətlə. Bəlkə birlikdə bağçanı gəzək, hə? Hə, nə gözəl. Həm də birlikdə üzərik. Üzməkmi? Deyə pişik heyrətlə soruşdu. Mən üzməyi bacarmıram ki. Üstəlik suyu da heç sevmirəm. Onu öyrənmək asandır. Qanatlarını çırpacaq, pərdəli ayaqlarınla hərəkət edəcəksən. Mənim qanadım da, pərdəli ayağım da yoxdur. Amma istəyirsənsə, dırnaqlarımızı ağaclara keçirərək yuxarı dırmaşa bilərik. Bu məncə daha əyləncəli oyundur. Ağaca dırmaşmaq? Amma mənim dırnağım yoxdur ki. Pişik və ördək bir-birindən nə qədər fərqli olduqlarını başa düşdülər. Birdən onlara doğru qaçan iti gördülər. İkisi də qorxu içərisində bir-birinə sarıldılar. Amma bu kiçik heyvanlara hücum etmək itin heç ağlından da keçmirdi. Sürətlə yanlarından qaçıb getdi. Mən ağaca dırmaşa bilmirəm, sən də üzə bilmirsən. Amma qorxanda bir-birimizə sarıla bilirik. Beləcə ürəklənirik. Deməli biz çox yaxşı dost ola bilərik. Fərqli də olsaq, bu aramızdakı dostluğu azaltmaz. Elə deyilmi? Deyə ördək dilləndi. Elədir. Biz çox yaxşı dost ola bilərik. Gəl birlikdə bağçada gəzək. Bir-birindən çox fərqli olan ördəklə pişik heç nəyə baxmayaraq dost ola biləcəklərini beləcə öyrəndilər. O gündən bəri birlikdə bağçada dolaşıb gəzir, yeni şeylər kəşf edirdilər. Bəs it necə oldu? O, çoxdan getmişdi. Sonra bir də bağçada görünmədi. Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın. Aslan və milçək. Aslan biraz əvvəl yediyi ağır yeməyi həzm etmək üçün sərin mağarasında sərilib dincələndə bir milçək uçaraq içəri girdi. Milçək mağarada vızıltı ilə bir-iki dövrə vurandan sonra dincəlmək üçün aslanın burnuna qondu. Rədd ol buradan, iyrənc həşarat. Aslan nərildədi. Milçək aslanın bu davranışına çox əsəbləşdi. Aslanın onunla belə təhqiraramiz rəftarı, hətta iyrənc həşarat adlandırması xətrinə dəydi. Mənimlə belə danışa bilməzsən, deyə milçək bağırdı. çox kiçik ola bilərəm, amma sənə müharibə elan edirəm. Aslan istehza dolu təbəssümlə kifayətləndi, heç səsi çıxmadı. Milçək isə sürətlə yuxarı qalxdı. Qanatlarını var gücü ilə çırpıb hücuma keçməyə hazırlaşırdı. Sonra aslanın başının üzərində bir-iki dəfə dövrə vurub, gözlənilmədən boynunun nazik dərisini dişlədi. Aslan ağrı ilə yerindən sıçradı. Ora həqiqətən də dərisinin ən hissiyatlı yeri idi. İtil buradan. Qəzəblə aslan nərə çəkdi. Amma milçək aslanın təhdidlərindən qorxmadı. Bir-iki dövrə vurandan sonra yenə eyni yerdən sancdı. Aslan bu dəfə daha ucadan nərildədi. Ayağa qalxıb zəhlətökən milçəyi tutmağa çalışdı. Sağa sola dönüb onu vurmaq istəsə də, milçək hər dəfə yerini dəyişdirib ya da yuxarı uçurdu. Aslan hər dəfə havaya doğru pəncə atanda, milçək ani bir hərəkətlə aslanın burnuna enib onu sancırdı. Aslan ağrıdan elə bağırırdı ki, meşədəki bütün heyvanlar qorxu içində öz yuvalarına çəkildilər. Mübarizə bir müddət bu şəkildə davam etdi. Aslan sağa sola hücum etməkdən yorulub əldən düşdü. Amma kiçicik bir milçəyə qarşı heç bir şey edə bilməməsi onu daha da qəzəbləndirirdi. Axırda milçək uçub aslanın qulağına girdi. Orada var gücü ilə vızıldamağa, qulağını dişləməyə başladı. Aslan artıq dəli olmaq üzrə idi. O yana bu yana tullanır,
pəncələri ilə özünü cırmaqlayırdı. Milçək aslanın qulağından çıxdıqdan sonra bu dəfə də burnuna girdi. Aslan artıq bu vəziyyətə tab gətirə bilməyəcəyini hiss etdi. Bu işgəncənin sona çatması üçün milçəyi öldürmək məqsədi ilə var gücü ilə öz başını divara vurdu. Amma son anda aslanın burnundan çıxan milçək xilas oldu. Aslan isə zərbənin şiddətindən öldü. Heyvanlar kralını öldürən milçək isə qalibiyyətindən məst olmuşdu. Meşənin ən güclüsü mənəm. Yeni kral mənəm. Deyə o yan bu yana uçaraq fəxr edirdi. Amma elə bu vaxt ayağı hörümçək toruna ilişdi. Aslanın bacarmadığı işi hörümçək asanlıqla həll etdi. Milçəyin öhdəsindən asanlıqla gəldi. Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın. İki uşaq bütün səhəri donmuş göldə xizək sürməklə keçirdilər. Lakin sonra qəfildən buz qopur və uşaqlardan biri suya düşür. Axın onu bir neçə metr uzaqlaşdırır və uşağı buz qatının altına salır. Onu xilas etməyin yeganə yolu o buz təbəqəsini sındırmaq idi. Dostu kömək üçün qışqırmağa başladı. Heç kimin gəlmədiyini görüb cəld daş axtardı və bacardığı qədər var gücü ilə buza vurmağa başladı. O deşik açana qədər təkrar daşı buza vuraraq buzu qıra bildi. Sonra qolunu suya saldı, dostunu tutub çıxartdı. Bir neçə dəqiqədən sonra uşağın qışqırtısını eşidən qonşuların sayəsində fövqəladə hallar gəldi. Oğlan baş verənləri danışanda balaca uşağın belə qalın buz qatını qıra bilməsinə hər kəs heyrətləndi. Onun kiçik əlləri ilə buzu sındıra bilməsi mümkün deyil. Bu mümkün deyil. Bunu necə etdi? Bir-birindən soruşdular. Yaxınlıqda bir qoca onların danışdığını eşidib yanlarına gəldi. Mən oğlanın bunu necə etdiyini bilirəm, dedi qoca. Necə? Təəccüblə soruşdular. Ətrafda ona bunu edə bilməyəcəyini söyləyəcək heç kim yox idi. Əziz balalar, daima özünüzə güvənin. Siz istədikcə bacara bilməyəcəyiniz heç bir şey yoxdur. Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın. İnatkar fil balası. Afrika meşələrinin birində bir fil ailəsi yaşayırdı. Bu ailədəki ən balaca fil çox inatkar və dəcəlidir. Bir dəfə fil ailəsi gəzməyə çıxdı. Bizimlə gəl, ata fil dedi. Xeyr, mən sizinlə gəlmirəm, deyə inatkar fil balası başını buladı. Gəl birlikdə gəzək, anası çağırdı. Yox, gəlmirəm. Gəlsənə, qardaşı da çağırdı. Dedim ki, yox. İnatkar fil balası hiddətlə cavab verdi. Ailə bala fili tək qoyub gəzməyə getdi. Bala fil bir müddət tək başına əyləndi, amma sonra darıxmağa başladı. Bundan sonra fil olmaq istəmirəm. Fil balası olmaq çox pis şeydir, deyə düşündü. Görəsən nə olum? Bu vaxt gözü atlana qaçan ceyrana sataşdı. Ceyran olacağam, deyə qərar verdi. Ceyranı təqlid edərək hoppanmağa başladı.
Amma qalın və kobud ayaqları bir-birinə dolaşdı. Xortum üstü yerə yıxıldı. Meymunlar yaşayan ağacların yanına getdi. Ağacın üstündə budaqdan budağa tullanan meymun balalarına səsləndi. Bundan sonra mən də meymunam. Meymunlar ağacdan fil balasının yanına düşdülər. Biri belinə çıxdı, biri qulaqlarına çəkdi, biri quyruğundan asıldı, digəri başına hindqozu atdı. Bala fil başını tutub meymunların arasından zorla qaçdı. Yolda al-əlvan bir tutuquşuya rast gəldi. Tutuquşu bir ağacdan digərinə uçurdu. Bu kiçik filin çox xoşuna gəldi. Tutuquşu olmaq istəyirəm. Mənə uçmağı öyrədə bilərsənmi? Deyə soruşdu. Əlbəttə öyrədərəm. Tutuquşu razılıq verdi. Birlikdə göl kənarındakı dik yamaca yollandılar. Tutuquşu qabağa keçib dedi. İndi uça bilərik. Fil də onun etdiyini təkrarlayaraq özünü yamacdan aşağı atdı. Tutuquşu qanadları ilə uçarkən yaramaz fil balası daş kimi aşağı yuvarlanıb təpəsi üstə gölün ortasına düşdü. Balçıq içində sudan özünü qurtarmağa çalışarkən lap qorxmuşdu. Bir təhər sahilə çıxanda üst-başı palçıq yosun içində idi və hər tərəfi ağrıyırdı. Deyəsən mənim üçün ən yaxşısı elə fil balası qalmaqdır, deyə düşündü. Sonra ailəsini axtarmağa başladı. Artıq onlar kimi olmaq, onlarla birlikdə gəzmək istəyirəm. Beləliklə fil balası öz səhvini anladı. Quşlar dəvə olmaq istəsə, atlar balıq olmaq fikrinə düşsə necə olar? Quş olub uçmağı kim istəməz ki? Amma ən yaxşısı, necə yarandığımızı qəbul edərək ağıllı və yaxşı örnək olmaqdır. Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın. Biri varmış, biri yoxmuş. Meşə göyərçini bir yaz günü su içməyə gedirmiş. Görür ki, bir qarışqa suya düşüb çabalayır. Göyərçin tez qarışqanın köməyinə gəlir. Dimdiyinə bir yarpaq alıb suya atır. Amma yarpaq qarışqadan xeyli uzağa düşür. Çayın axarı qarışqanı xeyli uzağa aparır. Bu dəfə göyərçin caynağına çöp alıb onu suya atır. Qarışqa tez çöpə dırmaşır, beləliklə o ölümdən qurtarır. Sahilə çıxanda qarışqa göyərçinə deyir. Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm. Göyərçin qarışqanın sözünə gülür. Sən çox kiçiksən. Mənə necə kömək edəcəksən? Göyərçin uçub gedir. Həmin vaxtdan xeyli keçir. Bir gün göyərçin ağacın başında yuvasında rahatca yatırmış. Bir ovçu onu çoxdan güdürmüş. İstəyirmiş ki, göyərçini yatdığı yerdən götürsün. Ovçu ayaq barmağının ucunda ağaca yaxınlaşır. Tətiyi çəkmək istəyəndə qarışqa ovçunun boynundan bərk dişləyir. Ovçu tətiyi çəksə də göyərçini vura bilmir. Tüfəngin səsinə göyərçin oyanır
qarışqanı görüb deyir: "Çox sağ ol dost." Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın. Pələng və eşşək. Biri var idi, biri yox idi. Bir gün bir pələng və bir eşşək mübahisəyə başladı. Eşşək pələngə dedi: "Ot göy rəngdədir." Pələng isə dedi: Xeyr, ot yaşıl rəngdədir. Beləcə mübahisə uzandı. İşin içindən çıxa bilməyən pələng dedi: Yaxşı, gəl gedək meşənin şahının yanına. Ondan soruşaq. Eşşək də razılaşdı. Hər ikisi yolda da mübahisə edərək şahın yanına gəldilər. Gələn kimi eşşək dedi: "Ey meşənin şahı, düzdür ki, ot göy rəngdədir?" Şah dedi: Düzdür. Eşşək sevincək davam etdi. Pələng isə səhərdən deyir ki, yox, yaşıldır. Mənlə dayanmadan mübahisə edir. Hirsləndirir. Xahiş edirəm onu cəzalandırasınız. Şah deyir: Pələngə 5 il danışmaq qadağan olunur. Bunu eşidən eşşək, ot göydür, göydür, deyərək sevincək tullanaraq getdi. Pələng cəzanı qəbul etmişdi. Amma ona maraqlı gəlmişdi ki, niyə cəzalanıb? O sual verdi. Ey şahım, ot yaşıl deyil ki? Şah dedi. Bəli, yaşıldır. Pələng, Bəs onda məni niyə cəzalandırdınız? şah, Cəzanın otun rənginə aidiyyatı yoxdur. Cəzanın səbəbi sənin kimi cəsarətli, güclü və ağıllı heyvanın eşşəklə mübahisə etməsidir. Pələng dəyərli zamanını eşşəklə mübahisəyə xərcləməməlidir. Hələ üstəlik mənim yanıma bu məsələ səbəbindən heç gəlməməlidir. Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın. Salam balaca dostlar. Budur Tiko. İlk dəfə bir toyuq məhəlləsinə köçəcək. Əminəm ki, hamı Tikonu çox sevəcək. Çünki Tiko çox dostcanlıdır və heç kimi incitmək istəmir. Həm də toyuqlarla arası yaxşıdır. Digər tülkülərə heç bənzəmir. Tiko yeni evini və məhəlləsini çox sevdi. Amma deyəsən, yeni qonşuları onunla eyni fikirdə deyildi. Toyuq məhəlləsində tülkü bu ağla sığan deyil. Çünki tülkülər toyuqlar üçün təhlükəlidir. Tiko anladı ki, toyuqlar onu istəmir. Amma əslində onu tanısalar çox sevəcəklər. Ona görə də Tiko hərəkətə keçdi və ən yaxın qonşusuna qonaq getməyə qərar verdi. Qapının zənginə basdı və biraz gözlədi. Qapını açan olmadı. Amma evdə qəribə səslər gəlirdi. Tiko pəncərəni tıqqıldatmaq üçün başını uzatdı. Bu nədir? Tiko qışqırmağa başladı. Kömək edin! Kömək edin! Toyuqları bişirirlər! Məhəllə birdən qarışdı. Digər toyuqlar dostlarına kömək etmək əvəzinə təəccüblü şəkildə bir-birinə baxırdılar. Nəsə qəribəlik var. Niyə belə baxırlar? Tiko düşündü. Ay, sən demə. Toyuqları heç kim bişirmir. Sadəcə olaraq yeni hamam vanna salıblar və isti suyun dadını çıxarırlar. Ta ki bir tülkü onların evinə baxana qədər.
Bəli, Tiko hələ də əl çəkmirdi. Ağlına əla fikir gəldi. Toyuqlar Qarğıdalı tarlasına gələn quşlardan şikayətçi idilər. İndi gedib qorxuluq olaram və bütün quşları uzaqlaşdıraram, deyə düşündü. Bu dəfə işə yaramalı idi. Qorxuluq formasında bütün gün gözlədi. Günəşin altında. O anda Qarğıdalı tarlasına gələn toyuqlar göründü. Tiko həyəcanlandı. Özünü onlara göstərməli idi. Toyuqlar yanına gələn kimi hərəkətə keçdi. Tikonu görən toyuqlar qışqırmağa başladı. O qədər çox qorxdular ki, hamısı birdən yumurtlayıb qaçdılar. Tiko bu dəfə də başqa yol yoxladı. Özünü bağışlatmaq üçün məhəllənin bütün toyuqlarını yeməyə dəvət etdi. Əlbəttə ki, Tiko çox həyəcanlı idi. Çox əziyyətlə çoxlu soxulcan tutmuşdu. Bilirdi ki, toyuqlar soxulcan yeməyi çox sevirlər. Doya-doya yeyin, dedi Tiko. Sonra təşəkkür edərsiniz. Bütün bu soxulcanları tutmaq üçün çox əziyyət çəkdim. Toyuqlardan biri elə ağzını açırdı ki, birdən aləm dəydi bir-birinə. Bir ilan səsi gəldi. Toyuqlar qaçmağa başladı və yenə Tiko heç nə anlamadı. Gələn qonşu məhəllənin ən təhlükəli ilanı imiş. Balalarını axtarıb tapa bilməyib. Elə axtarmaqdan imtina edirmiş ki, balalarını toyuqlara yemək üçün verildiyini eşidib dəliyə dönüb. O tülküyə necə olsa da gününü göstərəcəm. Məhəllə yenə qarışdı. Tiko bu dəfə də bacara bilmədi. Hələ bir ilana da vəziyyəti başa salmalı oldu. İlan əsəbi idi. Lakin sonra onun əsəbi keçdi. Amma çox incimişdi. Necə ola bilər ki, mənim balalarımı soxulcanlara bənzətsin? Soxulcanlarla səhv salsın. Necə etsə də alınmırdı. Artıq Tiko da yoruldu. Əl çəkdi. Nəyi var, nəyi yoxdursa, hamısını hazırladı. Onsuz da toyuq məhəlləsində tülkünün nə işi var? Çamadanını da götürüb buradan getməli idi. Elə evdən çıxırdı ki, qarşısında ana və atasını gördü. Əvvəl biraz təəccübləndi. Sonra anasını qucaqladı. Anası da Tiko üçün çox darıxmışdı. Bu nə çamadandır oğlum? Harasa gedirsən? Yoxsa köçürsən? Bəs deyirdim bu məhəlləni çox sevirsən. Tiko anasına olanların hamısını danışdı. Anası gülümsəyərək cavab verdi. Tiko, onsuz onlar təkcə sənə yox, bütün tülkülərə qarşı məsafəlidir. Əlbəttə onlar da başa düşəcəklər ki, hər tülkü bir tülkü deyil. Səni də olduğun kimi sevəcəklər. O vaxt oradan keçən çilli bir fərə olan bitəni eşitdi. Deməli, buna görəymiş, dedi. Qaça-qaça gedib bütün olanları digər toyuqlara da danışdı. Tikonun gedəcəyini dedi. Bütün toyuqlar Tikonun ətrafına toplaşdı. Deməli gedirsən? Bəs geri qayıtmayacaqsan? Toyuqlardan biri dedi. Biz şanslı yumurta qrupu qurmuşuq və orada bir nəfər əksikdir. İstəsən, o sən ola bilərsən, dedi digər toyuq. Və hamısının üzündə böyük gülümsəmə yarandı. Sağ olun balalar, növbəti çizgi filmində görüşərik.